Bu da eyni ilə qeyri-mümkündür. Çünki mən Nəsrəddin Tusini ateist hesab edənlərin yenə əsas arqument kimi aləmin əzəli olması məsələsindən çıxış etdiklərini görmüşəm. Eyni problemi bütün filosoflar barədə istifadə edirlər. Və Nəsrəddin Tusinin əsərinə baxanda, xüsusən Təcrübə Etiqad əsəri, Təcrübə Etiqad əsərinin o kəlam hissəsi, teologiya hissəsi Allahın varlığının isbatı ilə başlayır. Ondan sonra bu adam dinin isbatı gəlir orada, peyğəmbərliyin isbatı gəlir, imamətin isbatı gəlir, cənnət və cəhənnəm məsələləri müzakirə olunur. Yəni bu adam hətta deyir ki, orada iman bəhsi var. Buyurur ki, imanı olan hər bir insan gec və ya tez sonunda cənnətə gedəcək. Yəni belə bir insan necə ateist ola bilər? Yəni bu belə deyim də, bu qafada olan insan, bu düşüncədə olan insan. Əqidə alimində, İslamın əqidə əsaslarını yazan adam. Adam radikal müsəlmandır, lap belə deyim. Radikal müsəlmandır, adam orada məzhəb söhbət edir. İmamət məsələsini müzakirə edir, radikal məzhəb söhbət edir. Bu adamı siz necə ateist deyə bilərsiniz? Və burada bir dənə də məntiqli xəta var, onu da deyim haşi olaraq. Baxın, adam gəlir, dini tənqid edir. Dində bəzi məsələləri tənqid edir. Dinin tənqidindən keçid alır Allahın inkarına. Bu məntiqli xətadır. Dini, istənilən bir dini, İslam olsun, xristianlıq olsun, Yahudilik olsun, fərq yoxdur. Səmavi və qeyri-səmavi. Dinin inkarı əsas vermir ki, sən Tanrını da inkar edirsən. Ola bilər din kiminsə, məsələn deyirəm da, kiminsə fikirlərinin, şəxsi fikirlərinin məhsuludur, uydurub kimsə, məsələn deyirəm. Sən onu inkar etməklə olan varlığınızı inkar edə bilərsən. Bu bayaq dediyiniz məsələ təkamül məsələsi. Fərz edək ki, Tusi bu Darwinin dediyi kimi təkamül nəzəriyyəsini qəbul edibdir. Bu Allahın varlığının inkarıdır. Və əksinə bu sistemin olduğunu göstərir və bu sistemin yaradıcısı da kimdir? Tusiyə görə Allahdır.